Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bu günləri sizlərə Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində 19 mərtəbəli binanın 9-cu mərtəbəsində 55 kvadratdan ibarət bir otaqdan 2 otağa düzəlmə sənəti çıxarış, yəni kupçu olan mənzillə tanış etmək istəyirəm. İndi isə keçək sizi mənzilimizlə tanış edim. Gördüyünüz bu yekə otaq mənzilimizin qonaq otağıdır. Mənzilimizin qeyd etmək istəyirəm ki, qarşısı açıqdır. Yel çəkəndir, gün düşəndir. Sadəcə olaraq bir balaca kosmetik işlərə ehtiyac vardır. Mənzilimiz təcili olaraq əlim yanında satılır, dəyərindən aşağı qiymətə verilir. Gördüyünüz kimi birdən ikiyə düzəlmə mənzili olsa da, yəni bir otaqdan 2 otağa düzəlmə mənzili olsa da, mənzilimiz kifayət qədər genişdir. Mənzilimizin qonaq otağı, yəni kifayət qədər genişdir. İndi isə keçək mənzilimizin yataq otağı ilə sizə tanış edim. Gördüyünüz bu otaq isə mənzilimizin yataq otağıdır. Mənzilimizin yataq otağında ayrıca pəncərəsi vardır. Qeyd etmək istəyirəm ki, mənzilimizin yerləşdiyi binanın qarşısı açıqdır, yel çəkəndir, gün düşəndir və çox gözəl bir yerdə yerləşir. Gördüyünüz kimi yataq otağı kimi də bu otağımız kifayət qədər genişdir. İndi isə keçək mənzilimizin eyvan hissəsi ilə sizləri tanış edim. Gördüyünüz kimi burada mənzilimizin eyvan hissəsidir. Bir eyvan kimi kifayət qədər genişdir. İndi isə gəlin keçək mənzilimizin digər hissələri ilə sizə tanış edim. Qeyd edim ki, mənzilimiz 19 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. 55 kvadratdan ibarətdir və çıxarışı, yəni kupçası mövcuddur. İpotekaya yararlıdır. Bura isə mənzilimizin balaca, kiçik mətbəxidir və bütün avadanlıqlarla təmin edilibdir. Qeyd etmək istəyirəm, mənzilimiz təcili olaraq satılır. Qiymət aşağıda şərh bölməsində qeyd ediləcəkdir. Mənzil dəyərindən ucuz qiymətə verilir. Bura isə mənzilimizin sanitar qovşağı və sanuzeridir. Gördüyünüz kimi bütün avadanlıqlarla təchiz edilibdir. Qiymət aşağıda şərh bölməsindədir. Əziz izləyicilərimiz, bizi izləməyə davam edin. Mənzillərinizi bizdən alın və razı qalın. Qeyd etmək istəyirəm ki, mənzilimiz 19 mərtəbəli binanın 9-cu mərtəbəsindədir.